Bilirsiniz, Qur'an-ı Kərimdə bir ayə vardır. Əlbəttə ki, ayəyə iman gətirənlər inanarlar, qəbul eləyərlər. Amma biz müsəlmanıq, təbii ki, biz o kəslərik ki, həccidən danışırlar, onlara biz Qur'andan cavab verə bilərik. Allah Qur'an-ı Kərimdə buyurur ki, İnnəmə yətəqəbbəlallahu minəl muttəqin. Allah yalnız və yalnız təqvalılardan qəbul eləyər. Yəni, hər əl tutan da xeyrül əməl görən deyil. Bəzi insanlar var, qumar pulundan əl tutur. Bəzi insanlar var, içki pul. Bunlar onsuz da haramdır. Onsuz da günahdır. Yəni, o günahla sən savab qazana bilməzsən. Amma insan, təkrar eləyirəm, ona görə həccə gedir ki, axirətdə özünü Allahın məhzərində təsdiqləyə, həqiqətən inana ki, mən öləndən sonra həyat vardır və etdiyim əməllərin müqabilində Allah dərgahında cavab verəcəm. O cür insan, o cür insanı duyğulara, insanı təfəkkürə sahib olan kəs mütləq və mütləq bu dünyada da elə əldə tutar, xeyrül əməl də görər, bacardığı qədər yetim yesirə də yaxınlaşar, kasıblara da əl tutar, ehtiyacı olanların ehtiyacını bacardığı qədər aradan qaldırar. Amma o kəslərdən olmasın ki, getsin 5 nəfərin evini yıxsın, bir nəfərə zahirdə özün reklam eləməkdən ötəri əl tutsun, ondan sonra da iddia eləsin, desin ki, həccə getməklə deyil, həccə getmə. Həcc Qur'an ayəsidir. Allah hər bir müsəlmana, dünyanı yaradan Allah, insanlığı yaradan Allah, bütün varlığı yaradan Allah, hər bir müsəlmana ömründə bir dəfə həccə getməyi vacib və digər dəfələri də müstəhəb bilibdir. Həccə gedən əgər gedir Allahını tapırsa, gedir mənəvi duyğularını tapırsa, niyə getməsin? Bəli, bu cürünə irad eləyə bilərlər ki, bu cürünə təklif eləyə bilərlər ki, əgər sən həccə gedib Allah deyən hacı ola bilmirsənsə, mötərizə arası qoy, biraz belə şirinlik üçün deyim, əgər sən həccə gedirsən, adam ola bilmirsənsə, getmə. Həzrəti Musanın bir uzun qulağı var idi. Həzrəti Musa o uzun qulağın üstündə 40 dəfə Məkkəni gedib ziyarət eləmişdi. Yəni, o cür həccə getməkdənsə getmə. Qal elə qohumva, qonşuva yardım elə. Bu ayrı məsələdir. Amma sən niyə həccə gedirsən? Sən niyə o pulu aparıb orada xərc eləyirsən? Sən Allahın işinə niyə müdaxilə eləyirsən? Allah Qur'an-ı Kərimdə həcci ondan ötəri vacib eləyibdir ki, biz insanı duyğulara, insanı mənəviyyata, insanı atifəyə sahib olaq. Özümüzü ki itiririk, gedək orada özümüzü tapaq.